Tibb bacısının əlini çox pis yaraladı. Əsla evdə pişik saxlamaram deyirdim, ta ki qışda məhəllədə 2 xəstə pişik görənə qədər. Daha sonra bu pişiyi sahibləndim. Qışda çox ağır vəziyyətdə çöldə yaşayırdı və xəstə idi. Gəlişi ilə evdəki 2 pişiyimə də birə saldı və bir də baxdım ki, otağımın hər yerində birə var və onları azdırmaq üçün maşına qoyduq. Dovşanları da salona yerləşdirdik və yollandıq onlara azdırmağa. Və gəlib məkanımıza çatdıq. Gəldik, çatdıq qurumluq mərkəzinə və görürəm qapı bağlıdır. Amma nəysə ki, rəfiqəm burada işləyir, açıq deyək. Təbii ki, azdırmaq zarafat idi. Onları Luna Qurumluq mərkəzinə gətirdim. Dırnaqları kəsildi, çimizdirildi və bit birəsi tamamilə təmizlənildi. Heyvanlar bizə Allahın əmanətidir deyə düşünürəm və çöldə qalan bütün pişiklərə, itlərə, bütün heyvanlara qayğıla yanaşmağı hər kəsə məsləhət görürəm və bu videonu sırf örnək olsun deyə paylaşıram. Dovşanlarımın da bütün baxımları edildi. Mişqada da hədsiz birə var idi. O da çimizdirildi, qırxıldı, tərtəmiz olundu və sıra gəldi Milkaya. Milkamın da bütün baxımları edildi və diş əti problemi olduğu üçün dişləri fırçalandı. Başda Qəmər xanım olmaqla bütün Luna kollektivinə, Mərcan xanıma təşəkkür edirəm. Çünki Maşa çöldən gəldiyi üçün çox aqressiv pişik idi. Onların qolunu cızsa da, qanlatsa da yenə də bütün baxımlarını çox səbirlə etdilər. Bunu çox xüsusi təşəkkür edirəm. Və birələri evdən təmizlədiyi üçün dezinfeksiya şirkətinə təşəkkür edirəm. Aşağıda hər ikisinin səhifəsini qeyd edirəm.